son günlər kirayə mənzil verənlərin vergi verəcəyi barəsində yayılan sözləri aydınlıq gətirmək istəyirəm. Əslində bu qanun həmişə mövcud olub, 14% vergi olub. Sadəcə real işdə bu yalnız obyektlər, ticarət obyektləri verilənlərə hamıya şamil olunub. Sadəcə məcburi olaraq ticarət obyekti icarəyə verənlər onu ödəyirdi, amma mənzil icarə verən ancaq öz xoşuna istəsə vergini ödəyə bilərdi. Yəni heç bir nəzarət və cərimələr olmur. Mən belə başa düşürəm ki, yeni təkliflər düzdür, hələ qəbul olunmuyor. Böyük ehtimal qəbul olunacaq ki, ayrılırlar icarə ticarət obyektləri və yaxud kirayə evlər. Bunlar ayrılırlar. İcarə obyektlərində 14% qalır, hamı ödəyir onu. Mənzilə icarə verənlər 10%-ə salırlar, əvvəl 14%-i sadəcə heç kim tətbiq eləmir. 14%-ə salırlar və bu söz-söhbət o deməkdir ki, artıq kirayə evləri də əgər vergiyə qoşmasalar, yəni müqavilə zamanı vergi qiymətini göstərib aylıq ödəməsələr, cərimələr olacaq və sanksiyalar olacaq ki, hamı kim kirayə verir, ödəsin bunu, vergini. Bir də, buyur qardaş. Bir də ki, düşünmürəm ki, kirayə qiymətləri qalxacaq, çünki o qiymət bazar formalaşdırır, sahibkarın xərcləri yox.